Burnun bu bucağından danışacağım sizə, bu bucağından. Nə bax, burnun bucağı nə qədər olmalıdır ki, donuz burnu olmasın. Mən indi sizə biz baxırsınız bir videoya, mən Brad Pitt'in videosudur, şəkilidir. Görürsünüz, burnunu burada necə görürsünüz, qısalma momentini görürsünüz, necə pis görünür. Yəni, bu şey olmaması üçün nə etmək lazımdır? Birincisi, bu bucaq yerində olmalıdır. Bu bucaq əgər çox aşağı olursa, onda burnun özü çox balacalanır və burnun ucu da qalxmalıdır. Yəni, burun olur balaca bir şeydir, başa düşün, ucu da yuxarı, orada artıq donuz burnu qalxmalıdır. Niyə görə? Çünki burun balacalandıqca nə qədər ki, qanatlar yerində qalır artıq. Yəni, biz burnu balacaladırıq, qanat isə yerindədir. Avtomatik burnun fırlanması gedir. Yəni, burun sanki yuxarıya doğru dartılır və avtomatik donuz burnu alınır. Yəni, siz uzun burnu mən balaca edəcəm, bu həmişə mümkün deyil. Burada mütləq bunu nəzərə almaq lazımdır. Bu bucaq ideal olmalıdır və bu bucaq da ona uyğun olmalıdır. Bucaq çox aşağı olanda, onda nə olur? Biraz biz Asiyalılara oxşuyuruq, biraz belə dəyişir, üz cizgilər çox dəyişir. Ön şəkillərdən baxanda bunun sanki sifətə yayılıbdır, elə bilginən başa düşdünüzdə yaxşı görünür belə. Ona görə bu bucaqla, bu bucaq ən vacib məsələlərdən biridir və bu bucağın daha bir problem barədə deyim. Dorsal burun əməliyyatında deyirlər ki, bu bucaq çox aşağı alınır. Çünki buruna forma vermək üçün burnu aşağı salıb bu bucağı almaq olur. Ancaq bu, bəli, düz deyirlər. Həkimlərin çoxu dorsal əməliyyatdan buna görə qorxur ki, bura aşağı ola bilər. Buranın da aşağı olması dediyim kimi yaxşı deyil. Daha dəqiq nəticəni almaq üçün, daha dəqiq öndürücüyü almaq üçün fikirləşirlər ki, adi burun əməliyyatı yaxşıdır. Yaxşı, adi burun əməliyyatı da dağıdıcıdır. Deməli, nə etmək lazımdır? Dorsal vasitəsilə bu bucaqları dəqiq almağı öyrənmək lazımdır. Əlbəttə, bu həkimdən əməlli başlı uzun zaman tələb edəcək. Yəni ki, hər dorsal burun əməliyyatı edən həkim bu dəqiqliyi ala bilmir. Yəni, bundan tam arxayın ola bilərsiniz. Yəni, uzun müddətə özlərində işləməklə, hər bir işlə belədir, bu nəticəni almaq olar. Yəni, hər xəstəyə artıq individual yanaşma lazım olur. Burada indi xəstəmizdə baxırıq, görürsünüz, nətərdir vəziyyət? Yaxşıdır? Yaxşıdır.